Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərdə, demək olar düz mərkəzdə, gözəl bir yerdə, Astanovkadan 50-60 metr məsafədə, çox gözəl bir yerdə, mərkəz hissədə. Demək, haradasa 2.5 sotun içində, 2.2-2.5 sotun içində 4 otaqlı, təmirli bir, yaşayışlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, haqqında sizə məlumatlarımı verim. Evin qiymətin videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırmayıb demək olar, hər tərəfi açıqdır. Havalanma tam uyğundur. Evin arxa tərəflərinə, zaborun hər tərəfindən fırlanmaq mümkündür. Evin kürsüsü əvvəl 5 daş olub. Nəzərinizə çatdırım yol qalxdığı üçün ev sahibi də həyəti doldurub, biraz kürsü itib, amma nəmişli arası deyil, havalanmaları var. Gördüyünüz kimi həyətinə drap qoyulub, həyətinə beton styaşka verilib, həyətində belə gördüyünüz kimi üzüm çardağı zadı, hamısı qaydasında. Gördüyünüz kimi yaydacaqda oturmaq üçün belə bir şərait yaradıb ev sahibi. Evin də təmiri qaydasında rahat həyətinə bir, haradasa təxmini bir 2-3 maşın, 2 maşın rahat girer, hər bir maşında yeri şeyin altıdır. Yəni nəzərcə çatdırım, gördüyünüz kimi hörmətli izləyicilər. Keçən də evin içinə tanış olaq. Buradan daxil oluruq evin içinə. Girən kimi bura giriş hissəsidir. Nəzərinizə çatdırım, yenə qeyd edirəm. Ev çox gözəl yerdədir. Biləcərin mərkəz hissəsidir. Marketlərə, məktəbə, 284 nömrəli məktəbəzə də yaxın ərazidə yerləşir. Giriş hissədən girən kimi, demək hörmətli izləyicilər, bax burada belə bir ərdam kimi yaratmağa belə bir yeri var. Düz artıq əşyalar yığıblar bura. Evin yan tərəfinə də buradan keçmək mümkündür. Burada nə istəsiniz, əlavə bir şərait yarada bilərsiniz. Keçən də evin əsas özü ilə tanış olaq. Ev təmiri formadadır. Gördüyünüz kimi, girən kimi dəhlizdir. Dəhlizin haradasa eni 1.20-1.30 olar. Ev təmiridir. Tavanları 3 metrdir. Keçən də evlərin özünün otaqlarıyla tanış olaq. Bura haradasa 12-14 kvadrat olar. Təxmini ölçü deyirəm. Təmir qaydasında pəncərəsi öz həyətinə baxır, havalanmaya tam uyğundur, gördüyünüz kimi. Demək, dəhlizdən sonra sol tərəfdə bura mətbəx hissəsidir. Mətbəxi də düzdür, eni az da olsa uzunluğu normaldır, rahat stol qoyub oturub çörək yeyirlər. Mətbəx mebelləri hər evlərdə olduğu kimi, yəni evin üstündə qalır, kombi sisteminə təchiz olunub, kombi də evin içində qalır, yəni nəzərdə çatdırım. Qalan əşyaları, yəni danışmaq lazımdır. Ev nəzərdə çatdırım, əşyalı satılır. Yəni evin içində nə varsa, indi elektroniklər bilmirəm, ev sahibinin özündən danışacaq. Amma hal-hazırda mebellər, yəni əşyalı satılır, gəlib yerində danışmaq lazımdır. Özü 115 minə əvvəllər bazara çıxıb, indi endirilib, özü şok endirilib, yenə də ev sahibindən danışmaq lazımdır. Bax, burada bir dənə də yenə yataq otağıdır, gördüyünüz kimi yataq otağıdır. Bax, belə, hamısı səliqəli, səmalı, sağlam yataq mebellərdir, şkaflar da hamısı qaydasındadır, pəncərəsindən tam hava girir evin içinə. Sonda burada yenə də bir qonaq otağıdır. Qonaq otağı haradasa belə 4 metrin 5 metre olar. 20 kvadratlı bir qonaq otağıdır. Gördüyünüz kimi təmirləri qaydasındadır, mebellər içindədir, hər şey qaydasındadır, hörmətli izləyicilər. Sonda burada bir uşaq otağıdır. Uşaq otağı da gördüyünüz kimi haradasa bir 10-12 kvadrat olar. Təxmini ölçü deyirəm, pəncərəsindən tam rahat evin içinə düşür. Burada sanuzel hissəsidir. Sanuzeldə təmiri vəziyyətdədir, gördüyünüz kimi. Moydatırı zadı hamısı qaydasındadır, duş kabineti zadı hamısı qaydasındadır. Təmir normaldır. Hörmətli izləyicilər, nəzərdə çatdırım. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da seç, al, əmlak səhifələrinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasını, hörmətli izləyicilər. Zəng vuran zaman mütləq kodları götürmək lazımdır. Sənəd yenə qeyd edirəm, qeydiyyatlandır. Yəni proseslər köhnə tamam oynandı. Ona da köməklik göstəririk. Yəni bunu nəzərinizə çatdırım. Evin yəni bütün çertyoji layihəsi zadı var. Propiskada adres ünvanı var. Yəni bunu nəzərinizə çatdırım. Propiskada mümkündür, köməklik də göstəririk. Hörmətli izləyicilər, yenə qeyd edirəm, ev 115 mindən bazara çıxıb, 115 mindən bazara çıxıb əvvəllər, indi isə endirilib 100 minə. İçi dolu. Yenə də endirimi birbaşa sahibinə danışacaqsınız. Son sözü, hörmətli izləyicilər, ev sahibi deyəcək. 115 mindən 100 minə, 15 min şok endirim olur. Yəni təcili endirilib. Yenə də real endirim olsa, yenə də ev sahibinə danışacaqsınız. Son sözü, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah alanı da xeyir versin, Allah satana da. Amin.